Salam, xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənəm, həkim, psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnar Rəhimov Tambovski. Bugünkü mövzumuz çox aktual mövzudur. Eyni zamanda bəzilərinin xoşuna gəlməyəcək, xüsusilə xanımlardan söhbət gedir. Amma bu faktdır, bu əksər hallarda belədir. Yenə də deyirəm, bunu hər xanıma şamil eləmək olmaz, hər kişiyə də şamil eləmək olmaz. Amma ümumi götürəndə bu təəssüflər olsun ki, belədir. Nəyə görə kişilər xanımlara cinsi münasibət gözü ilə baxır? 1. Əgər xanım açıq-saçıq geyinirsə, açıq-saçıq videolarını və şəkillərini sosial şəbəkədə sərgiləyirsə. İkincisi, həddən artıq əl çatandırsa, bu insanı dəyərsizləşdirir. Üçüncüsü, davamlı olaraq, aktiv olaraq ciddi münasibət axtarışındadırsa, kişilərdə belə bir sual yaranır ki, bəlkə bunun keçmişi qaranlıqdır ki, bu şəkildə ciddi münasibətə çox meyil eləyir və evlənməyə insanı məcbur eləyir. Bunların üçü, adını çəkdiklərim, bir qadın tərəfindən dəyişdirilə bilər. Yəni, bu daha çox düşüncə ilə əlaqəlidir. Qalan iki səbəb daha var. Boşanmış uşaqlı və yaxud da boşanmış uşağı olmayan bir qadın. Bu xüsusilə bizim ölkəyə aiddir. Yəni onların kişilərin şuur altlarında belə bir şey var ki, güya yəni qadın boşanmışdı, ondan cinsi məqsədlərlə istifadə eləmək olar. Və bir də yaraşıqlı olmayan və yaxud da orta yaraşıqlı xanımlar. Bu da müəyyən bir faizlə kişilər tərəfindən cinsi obyekt kimi istifadəyə gətirib çıxarır. Gözəl xanımlar istisna olmaqla. Yəni, bu təəssüflər olsun ki, həqiqətdir. Yəni, kim istəyər qəbul eləyər, kim istəyər qəbul eləməz. Bu faktdır. Davamlı olaraq rast gəldiyimiz məsələlərdir. Həm həyatda rast gəlirik, həm mənim pasiyentlərimin başına gəlmiş hadisələrdir ki, hansı ki, davamlı olaraq mən bunları görürəm. Boşanmışlıq məsələlərini dəyişdirmək olmaz. Artıq orada bu hadisə baş veribdir. Övlad məsələsində dəyişdirmək olmaz. Amma gözəllik məsələsində nələrsə bəlkə də eləmək olar. O da limitli bir şəkildə. Uzaqbaşı doluğu doldura bilərsən dodaqlarla, qaşlarını düzəldə bilərsən, üzvü dartdıra bilərsən. Amma burada sümüyün strukturu da gərək dəyişməlidir. Yəni, sümüyün elə bir strukturu var ki, heç onu əməliyyatla da dəyişmək olmaz. Əksinə, dəyişəndə daha da insan eybəcər vəziyyətə gələcək. Dediyim kimi, bu iki adlarını çəkdiklərim üzərində o dərəcədə biz çox şey eləyə bilmərik. Daha doğrusu, xanımlar bir çox şey eləyə bilməzlər. Amma o üçü barəsində çox şey eləyə bilərlər. Yəni, əl çatan olmaya bilərlər, açıq-saçıq geyinməyə bilərlər, aşırı evlilik axtarışında olmaya bilərlər. Yəni, bunlar birbaşa kişilərin xanımlara seksual bir obyekt kimi baxmasının səbəblərindən biridir. Diqqətinizə görə minnətdaram. Sağ olun.